Amma inanın mənə, müqayisə etsəz, məhz rayonlarda olan bizim qadın sahibkarlar elə bir uğurlar əldə ediblər ki, Bakıda yaşayan bir çox kişilər onlara yəni qısqanclıqla baxa bilərlər. Qadın sahibkarlığı nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada artıq həm iqtisadi və eyni zamanda da sosial transformasiyanın çox vacib bir hissəsi olub. Çünki qadın gəlir əldə edəndə tək özünü deyil, yəni bu artıq bir fərdi bir anlayış deyil. Həm öz icmasına, həm öz ailəsinə çox böyük bir faydası dəyir. Tam da bu yerdə sosial sahibkarlıq çox böyük bir rol oynayır. Çünki sosial sahibkarlıq özəlliklə qadınlar üçün həm gəlir əldə etməyə imkan yaradır, amma eyni vaxtda bir çox qadının əminəm ki, missiyası olan sosial bir dəyər yaratmağa dəstək olur. Bizim UAFA-nın təklif etdiyi, məsələn, məktəbim layihəsi olaraq, bir sosial layihə olaraq həm biznes sahibi olurlar, məktəbə qədər mərkəz açırlar, amma eyni zamanda da sosial təsir yaradırlar. Yəni uşaqlara keyfiyyətli, beynəlxalq standartlara uyğun məktəbə qədər təhsili daha əlçatan edirlər. Məktəbim layihəsi artıq illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və qadınlar bizə müraciət edərək nəinki Bakıda, Azərbaycanın bütün rayonlarında, ən ucqar kəndlərdə belə rahatlıqla bu modeli icra edə bilərlər. Yəni çox kiçik bir addımlarla başlayırlar. Yəni elə xanımlar var ki, hansılar ki, öz evlərində balaca bir otaqda UAFA-dan vəsait dəstəyi, təlim dəstəyi, pedaqoji proqram dəstəyi alaraq artıq fəaliyyətə başlayırlar, sahibkar olurlar, aktiv iqtisadi vergi ödəyicisi olurlar, hansı ki, dövlət üçün də böyük bir faydadır və eyni zamanda bizim təbliğ etdiyimiz beynəlxalq standartlara inklüziv təhsili öz icmalarında rahatlıqla icra edə bilirlər. Yəni o deməkdir ki, bizim uşaqlar artıq məktəbə rahatlıqla hazır bir şəkildə başlaya bilərlər. Məhz burada dövlət və özəl sektorun əməkdaşlığı çox böyük bir təsir yaradır. Yəni çox böyük bir gücdür. Ona görə həm dövlət sektoru, amma eyni zamanda da özəl sektoru, yəni bu sosial layihələri dəstəkləyərək qadın sahibkarlığına böyük bir dəstək göstərə bilərlər. Bu əməkdaşlığın ən vacib təsiri odur ki, biznesə, xanımların biznesə girişinin riskini azaldır. Aşağı risk nə deməkdir? Aşağı risk o deməkdir ki, bizim xanımlar daha öz inamları daha çox olur, qorxuları olmur və ən əsası isə bizim mentaliteti nəzərə alaraq risklər nə qədər aşağıdırsa, o qədər çox ailələri tərəfindən dəstək alırlar. Çünki çox təəssüf ki, yəni mentaliteti kənara atmaq mümkün olmur və məktəbə qədər, yəni bizim hal-hazırda təklif etdiyimiz məktəbə qədər təhsil müəssisəni açmaq bizim mentalitetə çox uyğundur. Yəni özəlliklə bölgələrdə biz bundan çox qarşılaşırıq ki, xanımların yoldaşları sırf onlar uşaqlarla və xanımlarla, valideynlərlə işləyəcəklər deyə bir maneə törətmirlər. Riskləri də aşağı olduğu üçün, çünki ilkin investisiyanı biz dəstək olaraq göstəririk vəsait şəklində, ailələr və yoldaşlar çox daha aktiv, hətta bu proseslərdə iştirak edirlər. Öz təşkilatımızın üzərindən misal çəksəm, bizdə qadınların çoxusu Bakıda deyil, rayonlardadır. Gəncə, Samux, Lənkəran, Saatlı, yəni bir çox rayonlarda və inanın mənə, Bakıda da var təbii ki. Amma inanın mənə, müqayisə etsəz, məhz rayonlarda olan bizim qadın sahibkarlar elə bir uğurlar əldə ediblər ki, Bakıda yaşayan bir çox kişilər onlara yəni qısqanclıqla baxa bilərlər. Yəni elə xanımlar var ki, inan mənə, onların dövriyyəsi 100 min, 200 min illik də yəni artıqdır. Və bu nə deməkdir? Bu o deməkdir ki, o qadın tək özünə qazanmır. O deməkdir ki, o qadına onların mərkəzində işçilər var. Təbii ki, ora gəlib xidmətlərdən faydalanan uşaqlar var, valideynlər var, ailələr var. Yəni bir qadın sahibkarı ətrafında ən azı 50
100 nəfərə fayda göstərir. Mən düşünürəm ki, qadın sahibkarlığı əslində gender məsələsi deyil. Bu genel olaraq iqtisadi inkişafın bir hissəsidir. Hər bir sahibkarlıq, amma özəlliklə qadın sahibkarlığı Azərbaycanda inkişafı üçün mütləq və mütləq güvən ortamı yaradılmalıdır ki, xanımlar bayaq da dediyim kimi riskləri minimuma salaraq həm qorxu hissi çəkilsin, həm də ki, dəstək ailə tərəfdən dəstək çox vacibdir. Yəni mənim qarşılaşdığım indiyənə qədər elə məktəbim layihəsi çərçivəsində çoxdur. Yəni ailə dəstək göstərmirsə, mümkün olmur. Onu da göstərmək üçün mütləq və mütləq o güvənli bir mühit yaratmaq lazımdır. Onu da dövlət yarada bilər. Bizim kimi layihələr dəstək göstərərək o güvən mühiti yaradır. Çünki xanımlar bizə qoşulanda onlar tək işə başlamırlar. Onlar bir icmanın parçası olurlar. Qorxularınla paylaşırlar, uğurlarını paylaşırlar və bu artıq bu dəstək belə xanımları uğurlu olmanın, yəni deyərdim ki, 50%-ni təşkil edir. Bir çox qadın bizə gəlir, deyirlər ki, mən hazır deyiləm, amma o addımı atacağam. Çünki bilirlər ki, bu icmanın bir hissəsi olmaq onlara o güvən hissi verir. Güvən hissi olandan sonra artıq həm qadın sahibkarlığı, həm kişi sahibkarlığı, ümumiyyətlə sahibkarlıq daha uğurlu olur. Sahibkarlıq yoluna çıxanda səhvlər qaçılmazdır. Səhv olacaq. Təbii ki, olacaq. Burada əsas amil odur ki, qorxmamaq lazımdır. Ətrafdakı olan icmaya, ailəyə güvənərək və öz gücünə güvənərək davam etmək lazımdır. Çünki bir yerdə durmaq və heç bir şey etməmək o deməkdir ki, yəni insan heç bir şeyin nail ola bilməyəcək. Amma daima hərəkətdə olanda, öz səhvlərini görəndə, üzərində işləyəndə mən əminəm ki, mütləq və mütləq uğura gətirib çıxacaq. Uğura gətirməsə belə, yəni ən pis ssenariyada nə ola bilər? Yəni bu sualı özünüzə verin. Yəni ən pis nə ola bilər? Dünya dağılmayacaq. Həyat davam edəcək. Yəni o sahibkarlığı, o biznesi dayandırmaq problem deyil, qəbahət deyil. Bütün ən böyük biznesmenlərə baxsaz, onların mən əminəm ki, hal-hazırdakı olan uğurlu biznesi çatana qədər 100 dənə uğursuz biznesi olub. Təcrübə də elə qazanır. Ona görə qorxmamaq lazımdır.